Şübhəsiz birazdan Axnatunun ordusu bura hücum eləyəcək. İndi nə edəcəyik? Sənin axmaqlığının cəriməsini necə verəcəyik? Müqavimət göstərməliyik. Amunun qüdrəti az deyil. Hansı qüvvə ilə? Elə bu cəmaatla. Əgər bunları səfərbər eləyib, əllərinə silah versək, məbədi yaxşı müdafiə eləyəcəklər. Bunlar hərbi qüvvə deyirlər. Kiçicik hədədən belə qorxub qaçacaqlar. Bir dəstə ac, döyüş görməmiş adamın vuruşmağa gücü olar. Çarəmiz yoxdur, müqavimət göstərməliyik. Özümüzü xilas eləməliyik. Sən özünü xilas eləməyi düşünürsən, məbədi yox. İndi məbəd sənin axmaq hərəkətinə görə təhlükədədir. Mən məbədi necə xilas eləyəcəyimi çox yaxşı bilirəm. Amma sənin üçün bir iş görə bilməyəcəyəm. Deyin mənim kəcavəmi hazırlasınlar. Nə etmək istəyirsiniz? Qoşun gəlməmiş, qan tökülməmişdən əvvəl Axnatundan üzrxahlıq edib bu məsələyə son qoymaq istəyirəm. Sənin məni və məbədi düşmənə təslim eləməyinə icazə verməyəcəm. Padyamun, sən nə inirsən? Qulaq as, elə indidən əmr vermək və məbədi müdafiə eləmək mənim öhdəmdədir. Sən Salih Maxu, mən deyənə kimi gözləyəcəksən. Bunlar istəyirlər ki, bizi bugünkü qırğının müqəssiri kimi Yuzarsifin əskərlərinə təhvil versinlər. Onların bizlə nə edəcəyi də məlum məsələdir. Alix Mahunu öz otağında həbs eləyin. Kim onu azad eləmək fikrinə düşsə, öldürün. Neynirsən, Padyamun? Axı o baş kahin Alix Mahudur. Heç kimin ondan işi yoxdur. Əgər cəmaatı səfərbər eləyib məbədi xilas eləməyə həmkarlıq eləsəz, məbəd xilas olandan sonra o da xilas olacaq. Düzdür, bu müqavimət axmaqlıq olsa da, onunla həmkarlıq eləyin. Aparın. Söz verdiniz ki, cəmaatı silahlandırmağa kömək eləyəcəksiniz. Mərasim otağında heç kim qalmasın. Bu baş kahinin əmridir. Onun dediklərini eləyin. Hökmdarımın əmri ilə yeni səmavi dinin əsasının qoyulması, bütpərəstliyin ləğv olunması hər yerdə elan olundu. Bu neçə gündə bizə dəfələrlə müqavimət göstərdilər və Amunun tərəfdarlarından çoxu həbs olundu. Misrin əzizi cənab Yuzarsif daxil olur. Sizə nə olub, cənab Yuzarsif? Niyə belə həyəcanlısınız? Bugün Padyamunun başçılığı ilə məbədin əskərləri Tipsin anbarlarına hücum eləyib, onlarla insanı öldürüb, yaralayıb, sonra da qaçıblar. Anbarlara od vurmaq istəyəndə biz onların qarşısını aldıq. Sizin özünüzə zərər vurmayıblar ki? Cismimə zərər vurmayıblar, amma bu faciə ruhumu bərk narahat elədi. Gör məbəd işinə yerə çatdırıb ki, günün günorta çağı buğda anbarlarına və mənim əskərlərimə hücum eləyirlər. Cənab hökmdar, heç şübhəsiz ki, bu hadisənin səbəbkarları cəzalanacaqlar. Amun məbədinin kahinləri törətdikləri azğınlığın cavabını alacaqlar. Horemhop, qulaq as. Mən sizə Amunun məbədini ələ keçirməyinizi, Amunun mücəssəməsini yerli dibli məhv eləməyinizi əmr eləyirəm. Kahinləri məbəddən çıxarıb məbədi bağlayın. Cinayətin əsl səbəbkarlarını tapıb cəzalandırmalıyıq. Baş üstə, əmriniz tezliklə yerinə yetiriləcək. Xanım, hara? Yenə hara gedirsiniz? Burada qalmağa hövsələm yoxdur. Bilmək istəyirəm, Yusif qalib gələcək ya yox. Bu müharibə Misirin tanrıları ilə Yusifin Allahının müharibəsidir.
Hansının qalib gələcəyini görmək istəyirəm. Hərçənd ki, mən nəticəni bilirəm. Öz tanrılarınızı müdafiə eləyin. Öz ata-babalarınızın dininin müdafiəsinə qalxın. Tanrılar təhlükədədir. Məbəd sizi qarşılayır. Amunun qonağı olun. Gəlin və ləzzətli yeməklərdən aparın. Gəlin. İcazə verməyin. Gəlin. İcazə verməyin ki, Amunun neçə min illər boyu davam eləyən ayini Yuzarsifin arabalarının tapdağı altında qalsın. Buyurun. Öz ata-babalarınızın dinini qoruyun. Təhcə öz kahinlərinin və işçilərinin qarnını doyurmaqla məşğul olan, öz ardıcılarının xeyrinə heç bir iş görməyən Tanrı bizim nəyimizə lazımdır? Düz deyir, nəyimizə lazımdır? Sən kafir olmusan. Yuzarsif sizin hamınızı kafir eləyib. Bəli, mən Tanrı Amuna kafir olmuşam və onu müdafiə eləmək üçün də heç bir iş görməyəcəm. Buyurun, buyurun keçin, içəri keçin. Amunu o kəslər müdafiə eləməlidirlər ki, neçə illərdə Amun onların qarnını doyurur. Keçin içəri. Amunun evi sizi qarşılamaq üçün həmişə hazırdır, keçin. Nə oldu xanım? Nə oldu? Heç. Bir hadisə mənim yadıma düşdü. Burada oturmağa yer var. Xanım, sizə nə oldu? Niyə ağlayırsınız? Keçən günlərim yadıma düşdü. Yuzarsifin Allahına and olsun ki, Yuzarsif bu günlərini bilirdi. Mən şahid idim. Bir gün Yuzarsif Putifar üçün Misirin gələcəyi barədə bir kitab oxuyurdu. O kitabda yazılmışdı ki, elə bir gün gələcək ki, varlılarla kasıbların arasındakı fərq götürüləcək. Amuna sitayiş eləyən olmayacaq. Yuzarsif deyirdi ki, bu iş bir səmavi, ilahi elçinin vasitəsilə həyata keçəcək. Mən bugün həmin səmavi, ilahi elçini aydın görürəm. Təəccüblüdür. Görəsən Yuzarsif bütün bunları hardan bilirmiş? Aydındır. O Allahın peyğəmbəridir. Xanım, siz məbədi himayə eləmək üçün getməyəcəksiniz? Məyər bir vaxtlar siz Amunun məbədinin ilahəsi deyildiniz? Yuzarsifin əleyhinə çıxmaq istəyən məbədi? Nuş olsun. Hamınıza nuş olsun. Siz Amunun geniş süfrəsinin qonağısınız. Hamınız xoş gəlmisiniz. Bizim nəyimiz varsa Amundan da. Unutmayın, Amun bizim ulularımızın qədim tanrısıdır. Biz birləşib Amunu düşmənlərindən qoruyacağıq. Hamınıza nuş olsun. Amunun çörəyi sizə nuş olsun. Yeyin və Amuna şükür eləyin. Lənət olsun Amunhotepə! Lənət olsun Amunhotepə! Lənət olsun Yuzarsifə! Lənət olsun Yuzarsifə! Biz döyüşə hazırıq. Əgər Yuzarsifin cürəti varsa, məbədə çarı addım atsın. Bizim əcdadlarımız min ildir ki, Amunun yolunda canlarını verib, başlarından keçiblər. Biz onların davamçıları, varisləriyik. Amunun yolunda canını verənləri sonsuz əbədi dünyada Amun qorusun. Buyurun, nuş eləyin. Nuş olsun. Amunun süfrəsindən nuş eləyin. Amunun düşmənlərinə lənət oxuyun. Lənət olsun Amunun düşmənlərinə! Ölüm olsun Yuzarsifə! Lənət olsun! Bir xarici, bir yadəlli çoban nə üçün bizim əcdadlarımızın məmləkətinə yeni din gətirməlidir? Nə üçün? Misir məmləkətinin hökmdarı Axnatun Yuzarsifin oyuncağına çevrilib.
O Amunun dininə xəyanət eləyib, kafir olub, onları öldürməliyik. Amun məbədinin və Misirin qədim adətlərinin dayaq olun. Onları koruyun. Ölüm olsun Yüzersif'e. Ölüm olsun Yüzersif'e. Ölüm olsun Amun'un düşmanlarına. Ölüm olsun Amun'un düşmanlarına. Ölüm olsun. Ölüm olsun Yüzersif'e. Ölüm olsun Yüzersif'e. Amun'un düşmanlarına ölüm olsun. Ölüm olsun. Amunun məbədi öz tərəfdarlarının pənah yeridir. İçəri keçin, içəri keçin. Amunun məbədində qıtlığa yer yoxdur. İçəri keçin, keçin içəri. Amun öz tərəfdarlarına və qonaqlarına xoş gəldin deyir. İçəri keçin. Amunun ləzzətli yeməklərindən aparın. Zavallı Amun. Onun sizin kimi dostlara Yemək ehtiyacı vədəsi var. verməklə Keçin. özünə tərəfdar Onu düşmənin qarşısında himayə eləyin. Tanrıların tanrısı Amun sizdən kömək istəyir. Onu bir Kenanlı qoyunu taranın qarşısında himayə eləyin. Amunu himayə eləyin. Amunu düşmənlərin qarşısında himayə eləyin. Bu ne? Həmin qoyun otaran 12 ildir ki, böhran içində olan Misir məmləkətinə fironlardan yaxşı rəhbərlik eləyir. Amma siz 3000 illik bütpərəstlik dininin məbəd kahinləri indi gəlib dilənçi kökünə düşmüsünüz. Qoca qarı, başından böyük danışma. Boş-boş danışma. Neçə il əvvəl siz kahinlər mənim süfrəmdən qalan artıqları yeyirdiniz. Xufudan soruş, sizə Züleyxanın kim olduğunu desin. Züleyxa? Putifarın arvadı? Əskərlərin ayaq səsləridir. Deyəsən, onlar məbədi müsadirə eləmək üçün gəlirlər. Onların başçıları Yüzarsif deyil ki. Yox, mən onların qarşısında Horemhopu görürəm. Bu Kaxnatunun qoşunudur. Məbədlə vuruşmaq üçün gəlirlər. Gedək, gedək, gəl. Horemhop heç bir halda onlara rəhm eləməyəcək. Allah məbədin sakinlərinə rəhm eləsin. Gəlin buradan uzaqlaşaq. Görək məbədin müftəxor kahinləri Horemhopun qarşısında nə yiyəcəklər. Gəlin gedək. Gedək xanım. Axnatunun ordusu gəlir. Horemhopun başçılığı ilə Axnatunun qoşunu gəlir. Silah götürün. Silah götürün. Məbədi himayə eləyin. Məbədi qoruyun. Məbədin müdafiəsinə qalxın. Qapıları bağlayın. Qapıları bağlayın. Qapıları bağlayın. Qapıları bağlayın. Amunu müdafiə eləyin. Lanet olsun Akhatun'un ordusuna! Lanet olsun Akhatun'un ordusuna! Lanet olsun Yüzersif'e! Lanet olsun Yüzersif'e! Lanet olsun Yüzersif'e! Lanet olsun Yüzersif'e! Lanet olsun! Lanet olsun Yüzersif'e! Amun!
Hazırsınız? Bəli, cənab. Hökümdar Axnatunun əmri, Misir ordusunun başçısı Horimhop. Sən məbədi müsadirə eləyib Tanrı Amunu məhv eləməyə məmur edilmisən. Bundan sonra Amuna istayiş eləmək cinayət hesab olunur və bunun ağır cəzası var. Misir cəmaatının rəsmi dini təkallahlıq dinidir. Bu dinin mənsubları İbrahim Peyğəmbərin ardıcıllarındandır. Nə qədər ki biz məcbur olub qapını qırmamışıq, gəlin özünüz açın və təslim olun. Nə olub Horimhop? Sən ki Misirin böyük tanrısı Amunun ardıcıllarından idin. Sən ki bizim himayəmizlə Misirin ordusuna başçı təyin olunmusan. İndi niyə hamını ayaq altına qoyursan? Mənim üçün Axnatun yer üzündə bütün tanrıların canişinidir. Mən onu Pərverdigar Axnatun adlandırıram. Əvvəlcə Axnatunun əmri, sonra göydəki Allahın əmri. Mən öldürmək fikrində deyiləm. Əgər məni bu işə məcbur eləsən, mən bunu eləyəcəm. Döyüşçülərim tanrıların hörmətini hifz eləyib, məbədi müdafiə eləyəcəklər və sizə içəri girməyə heç vaxt imkan verməyəcəklər. Cənab Axnatun mənə əmr eləyib ki, əgər məcbur olmasam, kobudluq eləməyim və bacardıqca nahaq qan tökməyim. Mən sizdən təslim olmağınızı istəyirəm. Günahsız insan qanının məbəd ətrafındakı küçələrə tökülməyinə razılıq verməyin. Məbədin müqəddəs hərəminə hörmətsizlik tanrıların lənətinə və Amunun qəzəbinə səbəb olacaq. Heç kimin Amuna hörmətsizlik eləməyə ixtiyarı yoxdur. Qulaq asın, Horimhopun rəhmi və insafı yoxdur. Mən onun Xabirlər və Sumerlərlə döyüşünü görmüşəm. Onun insanları necə ürəklə qırdığını görmüşəm. Nə danışırsan? Nə boş boğazlıq edirsən? Nə üçün cəmaatı qorxudursan? Horimhop heç bir qələt eləyə bilməz. Padyamunun əskərləri sizi və məbədi müdafiə eləyəcəklər. Heç kimin Amuna hörmətsizlik eləməyə haqqı yoxdur. Ümidvaram ki, sülh eləyəcəklər, yoxsa özlərini qırğına verərlər. Qazanları hazırlayın.
Tökün! Əsgərlərini buradan apar Horemhop! Ok atanlar! Atın! Ok atanlar! Başlarını çıxaran kimi vurun! Tökün! Vurun! Vurun! Tökün, tökün! Vurun! Aşağı! Ardımca! Var gücünüzlə bir də! Bir də! Əgər əvvəldən təslim olsaydın və mənim əsgərlərimi öldürüb yaralamasaydın, bəlkə də sağ qalardın. Amma daha bağışlamağın yeri yoxdur. Elə sən də əsgərlərin kimi gəbərəcəksən.
Padiyamını öldürdülər! Padiyamını öldürdülər! Padiyamını öldürdülər! Padiyamını öldürdülər! Padiyamını öldürdülər! Padiyamını öldürdülər! Sakit olun, sakit olun, heyecanlanmayın! Sakit olun, qorxmayın! Sakit olun! Bu işi təkcə cənab Alixmahu həll eləyə bilər. Onda gedək onu azad eləyək. Sakit olun! Gedək! Məbədin içində olan şəxslərə xəbərdarlıq eləyirəm. Nə qədər ki, mənim əskərlərim hücum eləməyiblər, oranı tərk eləyib, təslim olun. Hamını qırıb biçəcəklər, bizi də öldürəcəklər. Bura gəlib çatacaqlar, hamını öldürəcəklər. Padiyamını öldürdülər. Padyamun Horenhopun əli ilə öldürüldü. Məyər eşitmirsiniz? Məbəd mühafizəsiz qalıb. Biz məğlub olmuşuq, məğlub olmuşuq. Baş kahini azad eləyin, bəlkə o bir iş görə bildi. Padiyamını öldürdülər. Məyər eşitmirsiniz? Çəkilin, qapını açın. Bədbəxt olduq, zəlil olduq. Əgər indi məbədi tərk eləməsəz, özünüzü təhlükəyə atmış olacaqsınız. Əgər hücum əmri versəm, heç kimə aman verilməyəcək. Dayanın, getməyin. Hara gedirsiniz? Amunu müdafiə eləyin. Getməyin! Dayanın! Dayanın! Hara gedirsiniz? Dayanın! Dayanın! Amunun müdafiəsinə qalxın! Gördüyüm bu aciz mənzərə heç də Amunun əzəmətindən xəbər vermir. Cənab Alixmahu təslim olmaq istəyir. Mən gəlmişəm sizdən fürsət istəyəm. Fürsətiniz qalmayıb. Təslim olmalısınız. Biz təslim olmaq istəyirik. Əgər cənab Horemhop məşvərətçini icazə versə, onda biz də məbədi tərk eləməyə hazırıq.
Cənab Alikmahunun hörməti xatirinə gözləyə bilərik. Uca Amun o qədər yüksəkdədir ki, düşmənlərinin əlinin ona çatması mümkün deyil. Amunun düşmənlərinin necə heyrətlənəcəyini görəcəksiniz. Nə oldu? Möhlət istəyiblər. Təslim olmaq fikrindədirlər. Alikmahu çox hiləgər və zirək adamdır. Ona fitnə törətmək üçün fürsət vermək olmaz. Yaralıları aparın. Cəsədləri aparın. O büt mütləq sındırılmalıdır. Yox, biz icazə verməyəcəyik. Bizi kobud rəftar eləməyə məcbur eləməyin. Mən Amunu sındıracam. Qoy hamı bilsin ki, daşdan düzəldilmiş büt sitayişə layiq deyil. Amunu qəzəbləndirməyin. O sizdən intiqam alacaq. Siz bizə görə narahat olmayın. Tək ki bizdən intiqam alan elə Amun olsun. Amunun yanından kənara çəkilin. Yox, mən icazə verməyəcəyəm. Siz Amuna yaxınlaşmamalısınız. Sizin Amuna hörmətsizlik eləməyə haqqınız yoxdur. Cənab, mənim qəzəbimə düçar olmamış kənara çəkilin. Kənara çəkilin! Amunun lənəti olsun sizə. Amunun qəzəbinə düçar olasınız. Amun sizə lənət eləsin. Amunun qəzəbinə düşər olasınız. Amun yoxdur. Amun yoxdur? Amun yoxdur. Amuna nə olub? Amun, tanrılar tanrısı, göylərə, öz həqiqi yerinə, məqamına ucaldı ki, münasib vaxtda yerə qayıdıb, öz qatı düşmənlərindən intiqam alsın. Amun göylərə ucaldı. İntiqam alacaq. Amun düşmənlərindən intiqam alacaq. İntiqamımızı alacaq. Misirin uca tanrısı Amun qeybə çəkildi və tezliklə öz qisasını almaq üçün qayıdacaq. Qayıdacaq. İntiqam alacaq. Biz Amuna hücum etməməliydik. Amun bizdən dəhşətli intiqam alacaq. Mən arxayınam ki, Amun elə buralardadır. Buradan heç yerə çıxarılmayıb.
Amun göyə çəkildi, yoxsa yerin altına girdi? Cənab Horemhop, bunları Zavira zindanına aparın ki, sonra mühakimə olunacaqlar. Lənət olsun Amuna. Lənət olsun sənə Dalix Mahu. Siz bizi min illərdir ki aldadırsınız. Necə imkan verirsiniz ki, siz ağızlarına gələni desinlər? Necə? Alix Mahu'ya dediği sözlere bak. Bugün bayram keçirmək və şəhəri bəzəmək lazımdır. Mən bu günü Allahın dininin bütpərəstliyə qələbəsi günü bilirəm. Bu qələbə münasibəti ilə Allahın Peyğəmbərini təbrik edirəm. Cənab Horemhop'a da təşəkkürümü bildirirəm. Eşitmişəm ki, bu hadisədə olduqca tədbir və hünərlə davranmışsınız. Afərin. Əmr eləyirəm ki, bugündən sarayların və məbədlərin üzərində yazılan Amun adı silinib, onun yerinə Atun, yəni Vahid Allahın Misir dilindəki adı həkk olunsun. Əmr eləyirəm ki, Alix Mahu və tərəfdarları ömürlərini axıradək zindanda keçirsinlər. Əgər biz qan tökmək tərəfdarı olsaydıq, elə bugün onların həyatına son qoyardıq. Amma biz onların ölüm cəzasından keçirik. Deyin ki, şəhəri bəzəsinlər. Bütün Misirdə bu qələbəni şadlıq və şənliklə qeyd eləsinlər. Ana, mən acam. Bir əncam çək, Yahuda. Bu uşaq acdı. Dizlərini qucaqlayıb qəm çəkməyin nə faydası var? Axşama dək səbr elə. Gündə bir dəfədən artıq yemək yeməyimizə imkan yoxdur. Uşaq belə sözləri başa düşmür axı. O acdı. Çalış onu başa salasan. Başqa yolu yoxdur. Salam Navi. Salam Benyamin. Nə olub? Yol azmısan? Yox. Məni atamız göndərib. Ged oğlum, ged oyna. Zarafat eləmə, qardaş. Atanın bizlə nə işi var? Bilmirəm. Bircə buyurdu ki, qardaşlarını bura çağır. Özü dedi ki, bizi onun yanına çağırasan. Dediyim kimidir. Ata neçə illərdir ki bizimlə danışmır. İndi nə baş verib ki? And içə bilərsən ki, ata özü bizi hüzuruna çağırır? Sizə yalan deməyəcəm ki. Deyin görüm, niyə şübhə eləyirsiniz? Ata sizi gözləyir. O birilərinə də xəbər verin. Qəhat, Yamuyin, əmlərinizi çağırın. Tez olun. Yoxsa Yusif adlı köhnə yarasının üstünü qopartmaq istəyir. Yusif yara deyil, bir kədərdir. Bir dərddir ki, siz atamızın canına salmısınız. Mənim nə nəsihət dinləməyə hövsələm var, nə də tikanlı sözlərə dözümüm. Bir-birimizlə mübahisə eləməkdənsə gedək görək atamız nə deyir. Hər halda mən xəbərimi çatdırdım. Gəlib gəlməmək öz işinizdir. Səbr elə, birlikdə gedək. Sakit ol. Sakitləş. Mənim əzizlərim, iki tayfa dünya və axirətdə xeyir görməz. Saadətin nə olduğunu bilməz. Sizlərdən hansınız həmin iki tayfanın nə cür şəxslər olduğunu deyə bilər? Baba, mən deyim. De, oğlum. Öz ata-analarına hörmət eləməyən və onlara əziyyət eləyən şəxslər. Afərin, oğlum. Sən kimin oğlusan? Mən Lavinin oğluyam. Sən qəhatsan. Afərin, düz dedin. Yaxşı,
Bəs dünya və axirət xeyrini görməyən tayfa kimlər oldu? Bunu kim deyə bilər? Babacan, olar mən deyim? Bax, səni tanıdım. Sən Əşbilsən, Binyaminin oğlu. De görüm. Böyüklərə hörmət eləməyən şəxslər. Afərin oğlum. Böyüklərə hörmət eləməyən. Bu böyüklük istər elm, iman cəhətdən olsun, istərsə də yaş və qocalıq cəhətdən. Əgər hörmət eləməsələr, dünya və axirət xeyri görməzlər. Mən öz peyğəmbərlərinə və qoca atasına hörmət eləməyən şəxslər üçün nigaranam. Allah onların aqibətini xeyir eləsin. Salam olsun Allahın nəbisinə. Salam olsun Allahın peyğəmbərinə. Salam olsun Allahın peyğəmbərinə. Salam olsun Allahın nəbisinə. Salam olsun Allahın peyğəmbərinə. Salam ata. Allahın salamı olsun hamınıza. Hamı gəlib? Bəli, ata. Bu çətinlik və qıtlıq bir nemətdir. Buna baxmayaraq mən gələcəyi nikbin görürəm. Amma sizin kimi bir dəstə tənbəl və süst adamlar üçün yox. Ata, biz az qala ölürük. Bunlarınsa heç vecinə də deyil. Sizə nə olub? Nə vaxtacan dizlərinizi qucaqlayıb qəmə batacaqsınız? Axı sizlər özünüzü kişi hesab eləyir və hərəniz bir ailənin başçısısınız. Əlinizi əlinizin üstünə qoyub ailə üzvlərinizin bir-bir ölümünün şahidi olmağınızı gözləyirsiniz? Hələ ki ağlımıza bir şey gəlməyib. Əgər kişilərin əlindən bir iş gəlmirsə, bizim əlimizdən nə gələcək? Bir çalışın, hərəkət eləyin. Boş bekar oturmaq olmaz axı. Amma ata, bütün şəhərlər və ətraf məntəqələr də qıtlığa düşər olublar. Bunu sorğu-sual eləmək lazım deyil. Mən tacir Məlikhadan Misirdə vəziyyətin çox yaxşı olduğunu eşitmişəm. Misirin əzizi çoxlu miqdarda ehtiyat buğda yığıb. Nə qədər dinar və dirhəminiz varsa, yığın və Misirə yollanın. Bəlkə öz ailəniz üçün nə isə tapa bildiniz. Bilin ki, burada oturub dərd çəkmək çətinliyi həll eləmir. Misirə neçə günlük yol olar? Təqribən 20 gün. Az yol deyil. Çarəmiz nədir? Arvad uşağımızın ölümünün şahidi ola bilmərik ki. Birdən buğda olmasa? Əl-qolumuzu sallayıb baxmaqdansa heç olmasa cəhd göstərmiş olarıq. Mənim və övladlarımın aclığa bundan artıq dözümümüz yoxdur. Əgər qıtlıq Bəni İsrailə bir zərər vursa, mən heç vaxt bunu özümə bağışlamayacağam. Mən hiss eləyirəm ki, atanın bu dəvəti, təklifi və sizi həvəsləndirməsi yeni bir sınaqdır. Ata bilmək istəyir ki, siz bağışlanmağa layiqsiz ya yox? Əgər Allahın nəbisi sizi getməyə həvəsləndirirsə, bundan çəkinməyin. Sizin bilmədiyiniz bəzi şeyləri o bilir. Şübhəsiz, sizin xeyriniz onun göstərişlərinə itaat eləməkdədir. Gedin, yola çıxmağa hazırlaşın.